Hamza salam dostlar, necəsiz? Ne edirsiniz? Ne işlə məşğulsunuz? Cücələri elə bir dəqiqə olar. Əvvəl saldım içəri ki, telefonu gətirim video çəkmək üçün. Çünki cücələri qəfəsdən bayıra buraxmışdım. Bir də qalıb elə bayırda. Elə bir dəqiqə çəkməz heç. Tezə saldım içəri. Dedim qağa aparar birdən. Buna görə salmışdım içəri. Elə bir ki dünəndən çıxmıyorlar bayıra. Kişt, kişt. Aç gözlərə bax. Kişt. Toyuqların yemi qabağında, suyu qabağında yenə aç gözlə edirlər. Ördəkləri də bıraktım bayıra. Atacağım suyu biraz üstünler. Onları tuttum, anasını da tuttum. Bak balılar da oradadır. Heh. Oldu. Bütçeler çıkıp bakın geldi yine. Çok. Çok cüceler qalmır ki yiyəcəklər bunları, ama yine de öz birliklərindən dönmürlər. Kişt. 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 Eşekler. Axırda öləcəklər. Kişt. 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 Ben ne vaxt halım olmasa, əhvalım olmasa gəlirəm yine. Çox yaxşı gəlir mənə. Bu xoruz məni nə vaxt vuracaqsa çox yaxşı gəlir bu heyvanlar mənə. Heyvanları sevdiğim için heyvanların yanına geldiğimde çok yaxşı təsir göstərir mənə. Bu hindişka da nə vaxt yumurtlayacaqsa bunu gözləyirəm. İndi bilmirəm nə vaxt yumurtlayar. İnşallah bir iki güne yumurtlayarsan. Ne yumurtlamırsan oturdu yere. Eşek kızı. Bakın yine çıktılar bunlar. Bunlar kanmalılar. Bir vaxt kanacaklar, onda da gece olacak. Şşt. Bayaqları gelmədiniz mi içeri? Yine ne azlar var orada. Şşt. Şşt, 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 şşt. Şşt. Qarğa tutacaq. Ölen ölecek. Yaralanan da gelecek üstüme ki bunlara bak. İndiden ölmeyin, sağ kalın, böyüyün. Sonra rahat rahat. Gece de gelmeyin yine. Kalın bayırda ot yiyin. Gezin. Keş. Eşek. Çok şirindiler. Adam əsəbləşə bilmir bunları. Bax balacadılar. Küçücük. Keç. Bu çıxırlar bayrağı, amma girə bilmirlər. Anlamıram bunlar. Necə girə bilmirlərsə. Ördeği bakın yuvası olduğu için ballarını alıp gidiyor bura.
Hələ də bunu tökməmişəm. Yəni bunu tökməmişəm ora qurumağa. Bir vaxt tökəcəm axır ya bugün ya sabah. Olsa ki qaçmır bir yerə. O cücə. Mənim içəri gəlməyimi gözləyir elə bir. Nə azlar var bayırda. Bir ota görə canımı fəda edəcəksən. Gəl bura. Gəl bura. Olsudur. Yaxşı. Cücə deyilsən, halı da yoxdur heç. Neçə vaxtdır. Yəni doğulandan belədir. İndi biraz babatdır, yəni normaldır. Normal olmasa da əvvəlkindən yaxşıdır, düzəlib. Toyuqlar harda toyuq saxlasız oranı qurutacaqlar. Baxın, ördəklər baxın. Girib çimirlər. Toyuqlar çox qurutur bir yeri. Ot saxlamazlar. Torpağı da daş kimi edərlər, daş kimi. Bu hündüşkanın da gücü elə balaca cücələr çatır. Xoruz desən, xoruz döyüb xasova edir onu. Erkek hündüşkanı xoruz vurur. Gücü ancaq balaca cücələrə çatır. Yine də girmək istəyirəm, bunlara görə girə bilmirəm. Çıxırlar bayra. Gərək videonun sonunda bunları bıraxardım bayra. Heç nə olmaz. Mən də videonun sonunda girərəm içəri. Bunları salıb mən də girərəm içəri. Mənim təxminlərimə görə bu ayın 23-dür. Məncə bu ayın axırlarına, may ayının əvvəllərinə bu hündüşka yumurtlayacaq. Çox çəkməz yumurtlayacağı. Heç görməmişəm belə yaxınlıq etsin xoruz hündüşkana, dişi hündüşka. Bilmirəm indi nə vaxtda təsadüf edər yumurtlamağı. Amma ki bu hündüşka yox, digər hündüşka erkeğin qabağında olan çox tez yumurtladı. Amma ki bir işe yaramadı. Heç bir bala da çıxarta bilmədi. Hamısı boş çıxdı yumurtaların. Bu da indi çox gec yumurtlayır. Daha doğrusu yumurtlayacaq daha doğrusu. İnşallah o da bütün yumurtalar dolu çıxar. Bu tez yumurtlayıb boş çıxartmasın. Bu da gec yumurtlayıb hamısını dolu çıxartır inşallah. Belə də ki, nənəmə demişdim. 5 yumurta hündüşkanın altına qoyduqda mənim üçün qoysun, neçəsi çıxsa alaram. Elə belə bir ikisine baxdıq. Mən üçün qoyanlara bilməm. Dedi ki, elə verəcəm oradan. Seçməmişəm. Yəni ayırtmamışam. Toyuq da adamın ayağının altına gəlib girir. Çox. Elə adamla yaxındır da, qorxmur. Bu arada gəlib girir, ayağım altını görmürəm. Vurub atıram qırağa. Hələ bu ağ toyuqdur. Gəlib girir adam ayağının altına. Neçə dəfə vurub atmışam qırağa bunları. Və yaxud da tapdalamışam. Görməyib. Dən almağa gedəndə, yəni yem almağa gedəndə bütün hamısı gəlib girəcək ayağımın altına. Biri olmasın ki, gəlib girməsin ayağımın altına. Hamısı gəlib girəcək. İndi baxın dostlar. İndi yem bu boçkalardadır, qablardadır. Daha doğrusu baxın indidən nəsə gələcəklər. Baxın. Hamısı düşüb dalımca gəlir. Baxın, qapağın açmağına hamısı qaçır üstümə. Bax. Hələ bu karamelə baxsan. Karamel məndən qabaq girir. Şimdi bax, hələ bu tuful da gəlir. Bunun adı tufuldur. Bu balaca qara. Yenə gəldi karamel. Hamısı çıxacaq üstünə. Qoyan deyil qapağı açmağa. Qapağı açan ki, hamısı tullanıb girəcək içinə. Nə bir adamdan qorxmaq var qabanı. Burada çıxartdılar, toza bax, bunların videoda düşmür, amma toz içində qoydular. Buranı gül kimi təmizləmişdim, yenidən batdı.
Buradaki daşları hamısını tökdülər bu tərəfə. Buradaki de daşları təmizləyən deyiləm. Bir iki tane zirzibil alacağım. Yekə daşları. Yekə daşları alacağım. Qalan da hamısı qalacaq yerində. Daşları olsuz da ki qalsın məncə. Bir iki böyük daş alacağım. Yekə olanları. Qalanlar da qalsın. Bir de belə kubik parçası, beton parçası belə alacağım onları. Qalanlar da qalsın. Balaca daşlar. Baxın dostlar, bu toyuq. Çilli toyuq bu. Bunun anasıdır. Cücələr də artıq öyrəşib toyuqlardan. Bunlar da indidən gəlib girirlər. Karamel əlimi çırdı. Eşek kız eşek. Elimi çizdi. Teze yemeği acından ölür. Hinduşkalara bak, afçarkalar diye. Səfəliyim. Hamısı rahat yiyebilsin. Bu erkeğin düşkaya bakın. Hamısını tapdalı gedəcək. Hiç bakmadım abone sayına. Görürsən 500 abone olduq. Olduqsa da hamıza təşəkkür edirəm. Olmadıqsa da o bir nəfər də abone olsun. Çünki 500 abone olmağa son bir abone qalmışdı. Ola da bilər, olmaya da bilər. Bəlkə bu videonu attığımda belki olmuş olabilir. Siz yenə də abone olun. 500 abone olaq. Hər birinizə təşəkkür edirəm ki, bu qədər yerə gəlib çıxmağıma kömək oldunuz. Hamınıza, hər birinizə minnətdaram. Bu ördək heç yaxşı balaya baxmır. Bunun bir bacısı var idi, ögey bacısı. Çox yaxşı balaya baxırdı. Balasını tutduğu zaman adama cumurdu. Kürt oturana da adama cumurdu. Elə xoşum gəlirdi toyuqdan, ördəkdən. Qaz apardı. İtlər apardı. Fikrim biraz dağınıqdır. İtlər apardı onu. Bu qaldı. Bu da ki çox yaxşı balaya baxmır. Bala vecnə deyil. Yem atıram. Məsələn, erkək ördək gəlib başdan çıxartır, çıxıb gedir, balalar qalır ortada. Mən ananı sürməsən balaları yanına, vecnə deyil. İndi baxaq. Bunlara baxaq, ər-arvad birləşib cələr döküb meytini çıxartırıq. Ördəklər də baxaq indi saxlaya biləcək. Bu arada dostlar, qazın bir yumurtası da çıxırdı. Qazın deməyə bu ördək oturmuşdu. Bir həftə gec oldu. Çünki o toyuq. Baxın, bu ağ toyuq. Bu kürt oturmuşdu güya. Onun altına koydum bir 2-3 gün. Yenə çıxdılar bütçələr. 2-3 gün. Sonra oturmadı, durdu. Bunun altına koydum. Bunun altına koyduğumda da bir həftə gec oldu. Sonra alıb başqa bir oturan qazların altına koymuştum. O da sındırmışdı. Bugünləri gəlib gördüm, sındırmışdı. İndi sabaha yəqin ki çıxar inşallah öldürmədən. Yine öz birliklərini edirlər bunlar. Bu qədər də qanmaz olar mı heyvan? Bax, qarğa gəldi. Görmədiniz, amma neysə, qarğa gəlmişdi. Qarğalar çox qorxusuz olublar. Demək olar ki, adamın ağzının içinə girirlər. Bayaqlar dayanmışam burada. Ördəklər də orada, balalar çimirlər orada. Gəlib düşdü aşağı. Yarım metrdən az qalmışdı, aparsın. Durub üstünə qaçmasaydım aparmışdı. Ana ördəyi də kek kimidir. Vecnə deyil. Ay, niyə çıxırsınız bayrağa?
Gel bura. Bu çok yalaq cücədir. Şşt, 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 şşt. Baxın, uça da bilmirik. Elə sərlirik də. Bir girək içəri. Toyuqları da elə sürüb salım içəriyə. Videoda belə çox uzun olmasın, ürəyiniz sıxılmasın. Dedim, oradan bunların sopasını alım, çubuğunu alım. Akşam yemlərini də verdim, bəsləridir. Videonun əvvəl də evdən çıxan artıqları vermişdim, doyublar məncə. Hamısı qaçacaq gəlirdi, çubuğu görən kimi hamısı dalı qayıtdı. İndi baxın, bunlardan və yaxud o balalardan dişi çıxsa, məncə daha yaxşı baxar. Çünki erkək ördək yaşılbaş çöl ördəyi olmalıdır və yaxud qarışığı. Ondan alınan balalar da qarışıq olacaq. Onlar da ki, yəni çöl ördəklər də ki, çox yaxşı baxır balaya. Çox yaxşı baxır balaya. Bir də ki, Pekin ördəkləri çox qəşəng balaya baxır. Yəni saxladığım üçün deyirəm. Adama cümür, qarğaya cümür. Bu ördəkdə cümək yoxdur, ancaq qışqırmağı var. Tullanırdı o birisi qarğanın üstünə. Adam, məsələn, mən balasını tutduğum zaman. Amma ki, öz balası deyildi, alıb vermişdim. Adamın üstünə cümürdü. Məncə sizin də xoşunuza gəlir attığım videolar, bəyənirsiniz məncə. İstəyirəm ki, o ayağı tutulan hara gedirsən, yenə də qayıtıb oraya gedəcəksən də. Ayağı tutulan xoruzu kəsib satım, çünki belə satsam saxlayan olar bəlkə. O da ki, ayağı tutulduğu üçün yadımdan çıxdı. Saxlamağa uyğun deyil. Amma ki, kəsilib satılan da ki, ucuzdur. Yəni kəsilib satılıb təmizlənən 15 manatdır. Sağ heyvan 20 manatdır. Bu şeylər məni niyə əsəb edir? Bundan qorxacaqlar. Baxın, buradan qışqırışa. Ne oldu? 5 tane almadılar ki. Baxın. Hamısı qorxurlar, elə bilirlər qarğa zaddır. Gedək baxaq, yumurta varmı? Çox zənn etmirəm ki, çox yumurta olsun. Çünki yuvaları değişildiği üçün yerləri, yuvaları da doğrusu qəribsəyiblər. Yəni qəribə gəlib yuvaları. Çünki buna görə də strese girib yumurtanı kəsə bilərlər. Çünki bir neçə gün dünənləri azaldım. Ondan əvvəlki gündə azaldım yumurtanı. Ondan əvvəlki gün çox aldım deyəsən. Dünənləri azaldım. İndi baxaq, bu günləri çox olmalıdır. Bir gün çox olur, bir gün az. İndi baxaq, neçə yumurtamız var. Bu apilkada biraz çətindir. Çünki eşəliyib tökürlər toyuqlar. Yumurtalar qarışır. Burada yoxdur. Bunlar fal yumurtalardır dostlar. Burada var. Neçə dənə var? Bir dənə. Deyil. 2 dənə. 3 dənə. Niyə belə az? Dünənlərdə 4 dənə aldım deyəsən. 4 ya da 5. Bugünlər çox almalıydım. 7-8 dənə. 3 dənə niyə belə az? Üstə baxım, üstə çıxırlar toyuqlar. Burada baxım, limonun ya da portağın olmalıdır yumurtası. Baxın, var mı? Bu limonundur. Hara çıxırsınız, hara çıxırsınız. Keçin içəri. Bunlardan baxın, portağalın olan var mı? Bu oxşur mu?
Neyse qoy getsin bura. Burada da yer qalmayıb. Ay. Bu yumurtaları bu çəkildi və saqqalı toyuqların yumurtasıdır. Toyuğun yumurtasıdır. Buna görə ayırtmışam ki, istəyən olur. Üstə baxın görüm varmı yumurta? Yoxdur. Aa dostlar, bura yumurta ediblər. Hansı toyuq edibsə. Nə qəşəng yuva da düzəltiblər. Buradaydı. Bura nətər düşübsə, yəqin burada olub toyuqlar vurub atıb. Qəşəng yuvadır. Tam mənim sevdiyim yuva tərzidir. Özləri belə düzəldirlər. Bura gətirim fol yumurta qoyum. Yumurtlayarlar. Hansını qoyum? Baxın. Təmizi varmı? Hə, baxın. Təmiz dediyim dağılmamış, ısınmamış. Bunu qoyacağım. Bunu alacağım. Elə qoy qalsın, belə ot da qoyan deyiləm. Çox qəşəng təbii yuvadır. Bəyəndim şəxsən. Xoşum gəlir belə yerdə özləri düzəldib yuva oturub yumurtalasınlar. Çox qəşəng, xoşum gəldi. Bu yuvalardansa daha da elə yuvalar daha qəşəngdir mənim üçün. Daha çox bəyənirəm. Üstə tullanıb baxım yoxdur. Bax, buranın qapısını bağlamışdım. Qapağını daha doğrusu. Bunlar burada yatıblar, aşağıdakı cücələrin üstünə batırırlar və yaxud yemin suyun üstünə. Bunları öyrəşdirəmədim, burada çıxıb yatsınlar. Öyrəşəcəklər. Hətta çıxmağa baxı. Mütləq bu sehirli süpürkəni alım əlimə. Bir tek qorxduğu budur, bir də ki kisə və yaxud krok paket atıb üstünə getdikdə cücələrin qorxurlar. Yavaş. Video dayanmışdı, yenidən çəkməyə başladım, suyunu təmizlədim. Bir cücə orada nəsə xəstə kimidir, onu bir tutub baxım. Ay, ishal olub. Yavaş, cümrə. Demədim cücəvi. Bunlar çox yaşayan deyil. Bunlar vuran toyuq deyəsən bu. İlk dəfə kürt oturub deyə bilmirəm. Huyunu, suyunu. Bunlar da bir su içməsə ölərlər. Ona mən bir şərbətli su hazırlayıb gətireyim. Pəkməzli su. Ay, isti oldu bura. Çox istidir. Hindişka inirsə orada. Aplika yiyir. Səndə nəsə çatır? Çatmır yəqin ki. Çatmasa. Çatsa yeməzdi. Bu toyuqlar nəsə adamı deyirəm. Çox maraq hər şeyə maraq göstərən bir toyuqdur. Toyuq heyvandır daha doğrusu. Hara geçsən düşüb gələcəklər dalınca. Nə etsən gələcəklər. Nə verirsən gəlib dadına baxmalı, ürəkləri partlayar. Keç. İndi hazırlayıb pəkməzli su gətirəcəm bunun üçün, toyuq kürt üçün, balalar üçün daha doğrusu. Və yaxud adı neydi onun? Neydi onun adı? Baxın, yem yeyibsə, yem də yeməyib. Öləcək böyle ihtimal. Oy, cümrə bu. Kışt. Ay, kışt. Bu belə deyildi axı. Nə oldu sənə? Çox qəşəng. Belə davam elə. İndi tutub baxacağım cümürsə. Aa, cümür dişlədi. Ağıllı toyuq, qəşəng, xoşum gəlir belə vuran toyuqdan ağıllı. Tutacağım cür. Qışqıranıb gəlmə dişləsin. İshal olur. Dişlə də. Neyse, mən gedim bunlar üçün su hazırlayıb gətirim. İndi fikirli qalmışam ki, boymadərən
və əvvəlki su qaynatdığım su gətirim yoxsa bəkməzli su hansını gətirim görəsən. Bəkməz gətirəcəm. Sonra əvvəlki su verirəm. Boyma dərənli su verirəm. Oyma dərən deyilir, boyma dərəndə neysə. Hansını desəz. İndi o sudan gətirəcəm. Yox. Pəkməzli su, daşablı su gətirəcəm. İndi getirim, indi videonu saxlayıram. Hazırlayıb gəlirəm. Mən dostlar hazırladım. Təxmini yarım litrə, yarım çay qaşığı belə bəkməz tökdüm. Biraz çox oldu yəqin ki. Şirin olmalıdır. Həm mənkinin ishal olduğu üçün biraz çox qatdım ki sağala bilsin. İndi sağala da bilər, sağalmaya da bilər. Ola bilsin. İndi inşallah ki sağalar. Hiçbir şey olmaz. Bunları evdə saxlayacaqdım. Tez gətirdim yine. Su döküldü. Tez gətirdim evə. Yine. Diğer iki qara yaxşıdır. Boynu tüksüz və ayağı tüklü. Bunların getdiyi yerə bax küncdə. Çıxıb burada yatsalar nə olar? Ki anlamıram. Diğer bir kəkilli cüce de biraz nasaz kimidir. Sakit ol. Ağalım. İç su. Yem de yemeyip hiç. Yemin içine biraz aplika düşüyor. Hemen sıkıntı duyuyor. Hamısı düşecek. Şşt. Şşt. Ay bunlara mən hiç yumurta verməmişim. Mən yadımdan çıxıb 2-3 dəfə verdim, qalan qaldı. Yumurta pişirim indi pişirib verirəm bəlkə. Çətin ağı sağ qalar, digərləri bəlkə düzələr, amma çətin ağı sağ qalsın. Çünkü ağı çox belə halı yoxdur heç. Nə yem yeyir, nə başqa bir şey. Balonkamı çıxartdım, çox isti oldu bura. İndi biraz sərinlik gəldi. Həm içəri çox istidir. İçeride gözlediğim zaman hem de balonka var. Çok isti olur. Serinleme geldi bana. Bakın dostlar. Sakin kız. Bu da benim limonum. Bakın arkadaşlar. Toyuqdur. Bu arada dövmeye bir şey olsun. Cumacaklar, afçarkalar, itler. Əsas bu yuvanı çox qarışdırırlar bu toyuqlar. Burada olanlar. Bura çox baş qoşmurlar. Həm burada həməli yumurtlayan buradır. Həm ən çox da qurdalanan burada. Toyuqlar cümdü kürtün üstünə. Şşt. Üstünə deməyə yemlərinə daha doğrusu. O toyuq kürt ballarını qorumaq üçün özündən 2-3 qat yaş daha doğrusu həm qat toyuğu döyür, vurur daha doğrusu. İndi Karamelya'daki gələnə sən bax sənə nə edəcək? Uç vurdu. Balasına görə canından da keçir. Bakın bu cüceye ben yumurta pişirip getireceğim. Bakın diğer cüceler hani ay tutamadım. Yoksa öyle ayak tüklüydü hasta olan. Daha doğrusu karnıkta. Sudan iç.
balası it. Adam əsəbləşir, sonra da şirindir, heç nə demir. Ax, itim içərisinə, it balası. Ay, hinduşka da, erkek hinduşka. İt balası biraz sert seviyorum ben. Yine cumdular. Bakın dostlar, demiştim o cüceler bunun balasıdır. Bu Kürt, sarı Kürt de bunun balasıdır. Geçen iki balası da Kürt oturup. Keçir şöyle. Bu qara toyuq attığım indi. Belki bir 10 ay olar yumurtlamır, pensiyaya çıxıb. Kəsməyə də adamın əli getmir. Baxım ağırdır. Ay, tutamadım. Oğlum. Neyse geçsin. Nənəmgildə də var idi elə bir toyuq. Çox ağır idi. Çünki yumurtlamır, yeyir, içir, yatır, yeyir, içir, yatır. Xoruzun belə bir işi var. Buna görə çox kökəlmir. Amma ki toyuğun da işi var. O yumurtladığı üçün kökəlir. Arıqlayır daha doğrusu. Normasında qalır daha doğrusu. Amma ki bu toyuq nə yumurtlamır nə də bir şey. Boş gedib ufalıqlarda oturur. Yuvalıqları zannet edir, yəni dolu edir, doldurur daha doğrusu. Biraz tez danışıram. Nəfəsim çatmır. Bu toyuq da tutum indi. Tuta biləcəmsə tuttum. Bu da ağırdır diğer toyuqlara nəzərən. Baxın. Düzdəyəm. Baxın bu alt hissəsi yumurtalığı. Baxın sallanıb. Diğer toyuqlara bax. Diğer toyuq məsələn normaldır, bu sallanıb. Yəni ki yumurtalığı xarab olub. Buna görə də yumurtlaya bilmir. Amma ki nənəmgildəki toyuq kəsmişdik. Onun içində yumurtalar var idi. Bəlkə də o yumurtlayırdı, bilmirəm. 3-4 dənə yumurta sarısı da doğrusu əmələ gəlməmiş yumurta sarısı. Əmələ gəlmiş yumurta sarısı var idi. Yəni tam olmamış yumurta. Sadəcə yumurtası sarısı olmuşdu. Çıx gəz biraz. Balalardan ayağı tüklünün qarnı gedilmiş, ishal olubmuş, xəstə olub daha doğrusu. Neysə, kəkilli heç bir sorun yoxdur. Səhv demişəm. Baxın, hinduşkanın yarı quyruğu var, yarı quyruğu yoxdur. Çünki yarı quyruğum bir dəfə hinduşkanı yerə atan vaxtı tutdum, dartdım, çıxdı, əlimdə qaldı. Sonra gördüm onlar yəni çıxartdığım yerlər yox olduğu üçün diğer quyruqlarını dartdım, biraz kökəlsin. Bunlar tez çıxdı, diğerləri baxın çıxmağa başlayıblar, çatırlar. Hani diğer hinduşkada da həmçinin onda hamısını özüm çıxartmışım çünki çox arıq idi, indi özünə gəlib kökəlib. Afrikadansa ot yaxşı idi biraz. Ota da bit düşür deyə risk etmədim. Doğrusu toz aplika yerinə daha iri dənəli aplika işlətsəydim, tapsaydım daha doğrusu işlətsəydim daha sərfəli, daha yaxşı olardı. Sərfəli deməyim, daha yaxşı olardı. Ya vay, tutamadım. Cücələri vurur. Salın bunun yerinə. Dəli toyuqdu biraz. Yemiş suyu bu daşların üstüne koyurdum bu cüceler olduğu zaman. İndi kiçik deyə yeyib içə bilməz, ölərlər acısızlıqdan. Buna görə yerə qoyuram, yerdə də ki için tez batır. Məsələn, ben tezə qoydum suyu, içi batdı.
O ağı bu tərəfə gəlsəydi, baxın dostlar, çıxıb orada işığın altında yatıb. O böyük, çox böyük ehtimal sabaha sağ olan deyil. İnşallah elə bir şey olmaz. Ağzım yaradı, çox da danışa bilmirəm. Baxın, o birislərinə baxanda biraz ağıllıdır, çıxıb yəni hündürdə yatıb. Ağıllı qızımdır, toyuqdur. Bunlara baxın, yoxsa daşın üstündə oturublar, yoxsa eşələnirlərmi? Belə eşələnən də var, yatan da var. Düşdükcə sağ olsun bunlar qoydular oturmağa. İlan kimi sancırlar. Burada kim kimə vurdudu? Lideri isə bu xoruzdur, xoruzların. Sonra sakit yan. Sonra bu xoruz, bu toyuq da doğrusu bu xoruzu vurur. Sonra bu çillini bilmirəm dəqiq vururdu. İndi vurursa bilmirəm. Sonra bu yumurtlamayan xoruz, toyuq bunu vurur. Amma ki bu xoruz da ki bu Türkan xoruzunu vurur. O xoruzu heç bir toyuq vura bilmir. Bir tek bu xoruz vurur. Bu da elə baxır ki, elə bir üstümə tullanacaq, qorxuram. Etsə də edər, çünki ağıldan kəmdir. Vurmaq istər adamı. Biraz da böyüsə vuracaq, cüməcək adam üstünə. Amma ki, mənim vuran heyvanlardan çox xoşum gəlir. Dəlisiyəm elə heyvanların. İstəyəm adama cümsün, döysün. Yine məsələn, mənə də vursun, istəyir vurmasın. Məsələn, qazlarım mənə cümmür, yəni üstümə fısıldamır. Amma ki, məndən başqa adam gəldikdə, məsələn, qardaşım gəldikdə, onun üstünə yəni gedir, işləyir. Bu xoruz ama mənim üstümə də gəlir. Küt bayırdaydı. Bu nənəmdən aldığım cücələrdən çıxan, yumurtalardan çıxan xoruzdur, cücədir. Bunu saxlayan deyiləm. Çünki artıq damat adaylarını seçmişəm, yəni xoruzları seçmişəm. Əgər qalsalar olar saxlayacağım. Məsələn, biri bu ağıdır, ağ olan. Sonra biri bu qaradır. Sonra biri bu eşələnən çillidir, eşələnən cücədir. Bu. Bakın bu çillisi. Biri odur. Sonra başka bir de xoruz çıxdı, bu kəkillerini saxlayacağım. Toyuğa da oxşuyur. Tuttum. Baxın. İnceleyelim. Xoruza da oxşuyur, toyuğa da oxşuyur. Ayağı da biraz tüklüdür. O rəxət ayağı tutulan xoruzun balasıdır. Yəni ondan alınan baladır. Limonla onun balası. Rəngi də qırmızı, çalar rəngdir. Kəkili lap anasına oxşamasa da, çünki atası da kəkilli olsaydı biraz çox olacaqdı kəkili. Amma anası kəkilli, atası heç bir xoruzda kəkil yoxdur. Buna görə biraz daha az kəkili oldu bunun. Ola bilsin biraz böyüdükdə biraz da çox olacaq. Başım gəlir bu heyvanlardan. Əlimi qoydum. Yatdı, oturdu daha doğrusu. Şimdi koyacağım, oralar çıxsın. Şimdi bu toyuqlar icazə versə, daha doğrusu qoysalar. Çıx bura. Çıxmaq istəmir. Çıx. Yat indi orada. Əlim üstündə yatdı onun kimi. Yox, mən səni oturdum. Bax belə otur. Düşmə. Bax oturdu. İndi oradan toyuqlar qoysa oturacaqlar. Cücəni tuta bilsəydim bir iki dəfə də su içirərdim. Amma ki, baxın anası getdi deyəsən, yatdı orada, balıq aldı burada. İndi işığı söndürəcəm. Çünki axşam işığı yandırmıram. Qalacaq cücə soyuqda, anası da ki yuvaya girib oturub. İndi gedim mən yumurta pişirim. Bir dənə bunlar üçün, cücələr üçün biraz köhnə yumurtalardan alacağım, bu alttakilərdən.
Neyse alacağım. Bunu alın. Bunu koyayım. Balacadı. Biraz büyüyor olsun. Biraz büyüdü. Təzələr biraz çətindir soyulması. Köhnələr daha asandır. Buna göre təzələrdən almadım, köhnələrdən aldım. Videodan sonra pişirib verəcəm. İndidən garanti verə bilərəm ki, cücə səhər öləcək. Ola bilsin, Allahın işi oldu, möcüzə oldu, ölməsin, yaşasın, sağ olsun, sağ qalsın daha doğrusu. Amma ki, səhər böyük ehtimalla öləcək. Olmasa səhər yox, o birisi gün öləcək. Çünki yaşama ehtimalı %20%'dir. Ay, bunları evdə saxlayacaqdım. Saxlamalıydım da doğrusu. Amma ki evdə tez getirdim. Bilsəydim evdə saxlayacaqdım. İndi ev aparsam da təsiri yoxdur. Elə xəstələniblərsə sağ qalan deyirlər. Neyse bu videoda bu kadar olsun. Özünüze yaxşı baxın. Gələn videoda görüşərik. Sağ olun.